Səməni sözü Hind-Avropa dillərində toxum mənasına gəlir, xalq mənasına gəlir. Amma Hind-Avropa dilində olan semen, toxum, xalq, ailə, rus dilində ailə mənasına gələn semya sözünün kökünü özləri də qəbul edir ki, yazılı qaynaqda olmayan bir kökdür. Yaxşı, bu söz necə formalaşıb? Təbii ki, bunu istənilən dilçiyə desən nə cür formalaşıb izahını verə bilməz. Səməni sözü su, bildiyimiz su və ama, ana, nənə, mama söz kökü ilə birləşib su ama sözündən formalaşıb. Su sözü türk dilində və qədim kültürlərdə yaşam, həyat mənasına gələn söz olub. Hətta bir frazada günümüzə qədər işlənirdi. Artıq az işlək söz olsa da. Hansısa yaşlı adama və ya orta yaşlı bir adama nə deyilir? Hər şey hələ canı suludur. Aydındırmı? Və eyni ilə su sözü ilə tir, ağac mənasına gələn söz birləşib olur sütür. Sütür sözündən bizim dilimizdə şitil və sütül sözü var. Yəni dolayısıyla demək biz su kökündən tir ilə birləşib şitil, sütül sözünə çevrildiyini görürük. Həmin su ilə ama sözü birləşib səməni sözünə çevrilir. Hind-Avropa dillərində bu ailə, toxum mənasına gəlir. Bizim dilimizdə sümük sözünün köküdür. Sümük, yəni insanın əsas strukturunu ifadə edən sözün köküdür. Və həmin sümük sözünü çox təəssüf ki, türk dilçiləri sümürmək, yəni dartmaq sözündən olub, istəyirəm, burundan axan sirk mənasında işlədir. Və qəribə olan nədir? Təsəvvür edin, Türkiyədə o qədər dilçi yanında qardaş dediyi Azərbaycanda sümük sözünün burun sirkini yox, insanın əsas strukturunu ifadə edən kəmik sözünün sinonim olduğunu bilmir. Aydındırmı? İndi bu səməni sözünü bilmək niyə vacibdir? Çünki bu səməni sözü qədimdə var olmuş bir kültürdür. Niyə? Həmin su, ama, nənə sözündən səməni sözü var. Su amanın tərs kombinasiyası kimi ama sudan demək mas sözü var. Həmin mas sözünü Bilqamişin anası kimi qarşımıza Nins olaraq çıxdığını görürük. Bilirsiniz də dünyanın ilk dastanı Bilqamiş dastanıdır. Onun anası Ninsudur və o tanrıçadır. Əslində demək bu nədir? Ninsu yenə bax həmin dediyimiz təbiəti var edən mənasına gəlir. Və ya Nisa sözü. Nisa sözü ərəb dillərində qadın mənasına gəlir. Bir surənin adı nədir? Həmin Nisadır. Yəni xatırlamaq üçün deyirəm. Və eyni ilə bir ayın adı Nisandır. Türklərdə olan Nisan, aprelə dediyi ki söz var. Nisan. Bu Nisan Şumerdən üzü günümüzə gələn bir addır. Nisan ilk meyvə mənasına gəlir. Nas kökündə sının tılaşması ilə natın Hind-Avropa dilində doğmaq mənasına gəlir. Həmin o mas sözündə tılaşma ilə mat sözü bizim qarşımıza rus dilində ana mənasında çıxır. Mat sözündə tının yılaşması ilə may Yunanlarda bahar, bərəkət tanrıçasının adıdır. Hansı ki bizim qarşımıza may ayının adı kimi çıxır. Və eyni ilə umay sözü ki var bizim dilimizdə olan. Həmin may sözü ilə eynidir.